Salam dəyərli izləyicilər, Ramiz Mehdiyevin Dövlət Şurasında müxalifət liderləri də var. Belə bir ekskluziv xəbərlə Telegraf az çıxış eləyib və söhbət nədən gedir? Videonu axıra qədər izləyin. Burada üstəgəl işarəsinə bir dəfə toxuna bilərsiniz. Dəyərli izləyicilər, xəbər verildiyimiz kimi Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmə istəyi ilə bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə göndərdiyi məktub yayılıb. Sözü gedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun qanunvericilik, icra, məhkəmə fəaliyyətinə nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimlərindən ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir. Dırnaqarası Dövlət Şurası üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılacağı və quruma Dövlət Şurasının sədrinin rəhbərlik edəcəyi bildirilir. Hazırda ən çox müzakirə olunan məsələ sözü gedən şuranın tərkibində olması nəzərdə tutulan 50 şəxsin kimliyidir. Telegraf agentliyinin Ramiz Mehdiyevin məktubunda sözü gedən 50 nəfərlik Dövlət Şurası üzvləri arasında AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adlarının da olduğu haqda mənbələrə istinadla məlumat yayılıb və həmin siyahı dəqiqləşdirilir. Yaxın vaxtlarda siyahı təqdim olunacaq.